İş tapmırlar. Gedib buradan Maxaskala şəhərində işləyirlər. Oradan da deportasiya olunublar, oturublar mənim yanımda. İş tapa bilmirlər. Ha, biraz öz təsərrüfatımızla dolanır. Rusiya olmasa acından qırğındır burada. Rusiya gedirlər, işləyirlər, gətirirlər. Hə, Dağıstanda fəaliyyətçiliyə gətirir. Rusiya olmasa heç nə. Yaşayış yox, bu hamısı var. Hamısı iş yox, güc yox, qazanc yox. İşsizlikdir. Bizim kəndimizdə 3-4 dənə 3-4 dənə bu dəqiqə bizim kəndimizdə çayçı var, hamısı da doludur. Niyə? Çünki iş yoxdur işləmə. İş yerləri yoxdur, zəifdir. Axtaran üçün ümumiyyətlə iş tapmaq asandır. Masalda yox, masalda iş tapmaq elə də asan deyil, Cəlilabadda iş tapmaq asandır. Hər şey var da bir sözlə Cəlilabadda. Nə bilim, kimi çiyəli əkir, kimi nə kartof əkir, kimi nə eynir, nə qayırır. Masalda isə o yoxdur. Əhali nə bilim, hərəsi öz evində, işində nəsə eləyir, toyuq düzəsiz adı, malqara kəndlərdə, burada da rayonda da asan xidmət. Daha başqa yer, müəllim, məktəb. Masallı gənclərin iş tapmaq imkanı çoxdur. Müəyyən qədər də iş yerləri var. Sadəcə insanlar biraz passivdir. Gənclərimiz passivdir. Biraz aktivlik göstərsələr, iş də tapa bilərlər, işləyə də bilərlər. İşləmək istəyirsən, iş tapmaq əlbəttə asandır. Çalışmaya səy göstərmək lazımdır ən azından. İş yoxdur, iş qüvvəsi yoxdur. Oğlum var, iş olmadı getdi Rusiyaya. Hər il bizlər üçün 250-300 yaxın iş yeri təşkil edirlər. Açılan işlərin hamısı demək olar ki, Masallının təmizliyi ilə əlaqədar, Masallının tikintisi ilə əlaqədar.